Salam, bugün mən sizə coğrafiya test toplusu 2025-ci il 1-ci hissə səhifə 170-də bir neçə məsələlərin izahını verəcəyəm. Digər məsələlərin izahını YouTube-a yükləmişəm. Kanala abunə olub həmən video məsələlərin izahına baxa bilərsiniz. Məsələ 266-ya baxaq. Kəsmə yüksəkliyi 25 metr olan sxemdə B nöqtəsində atmosfer təzyiqinin 740 mm civə sütunu olduğunu nəzərə alaraq A məntəqəsindəki atmosfer təzyiqini müəyyən edin. Atmosfer təzyiqi məsələlərinə aid qeydlər etmişdik. Atmosfer təzyiqi nə deyilir? Atmosfer təzyiqi demək atmosferi təşkil edən qazlardan yerin cazibə qüvvəsinin təsiri ilə yer səthinə və oradakı cisimlərə göstərmiş olduğu təsir atmosfer təzyiqi adlanır. Və normal atmosfer təzyiqi 1 kvadrat santimetr səthə düşən hava ağırlığının demək təzyiqidir və millimetr civə sütunu ilə müəyyən edilir. Və bir də okean səviyyəsində, yəni okean səthi 0 metr, yəni üzərində olan atmosfer təzyiqi normal atmosfer təzyiqidir. Və demək 760 mm 1 kvadrat santimetr səthə göstərdiyi təzyiq 760 mm civə sütunu olaraq qəbul olunmuşdur. Normal atmosfer təzyiqi 45 dərəcəlik paraleldə 0 dərəcə Selsi temperaturda havanın 1 kvadrat santimetr səthə göstərdiyi təzyiq 760 mm civə sütunu olaraq qəbul olunmuşdur. Mütləq rütubətlik və nisbi rütubətliyə aid məsələləri qeyd etdik və bir də mütləq hündürlüklə nisbi hündürlük demək qeyd etdik. Məsələ həllərində bizə lazım olacaqdır. Nisbi hündürlük nəyə deyilir? Yer səthində bir nöqtənin digər nöqtəyə şaquli xətt üzrə hündürlük fərqidir. Mütləq hündürlük isə okean və ya dəniz səviyyəsindən hesablanan hündürlük fərqidir. Mütləq rütubətlik nəyə deyilir? Mütləq rütubətlik 1 kubmetr havada olan su buxarının faktiki miqdarıdır və qramla ifadə olunur. Nisbi rütubətlik isə müəyyən temperaturda faktiki su buxarının həmən temperaturda havanın doyması üçün tələb olunan miqdarına nisbətinin faizlə ifadəsidir. Nisbi rütubətlik 30%-ə qədər olan hava quru hava, 30%-dən 60%-ə qədər olan hava normal hava, 60%-dən çox olan hava isə ifrat rütubətlik sayılır. Hava su buxarı ilə doymuş və doymamış vəziyyətdə ola bilir. Müəyyən temperaturda 1 kubmetr havanın tərkibində mümkün ola biləcək qədər su buxarı olarsa, belə hava doymuş hava hesab olunur. Mümkün ola biləcək qədər, yəni su buxarının miqdarı mümkün ola biləcək miqdardan az olarsa, belə hava doymamış hava hesab olunur. Və bir də müxtəlif temperaturlarda 1 kubmetr havanın doyması üçün tələb olunan su buxarı miqdarları burada qeyd olunur və bunları bilmək lazımdır. Və keçək məsələmizin həllinə. Kəsmə yüksəklik qeyd etdik ki, qonşu horizontal arasında qalan hündürlük fərqinə kəsmə yüksəklik deyilir. Burada qeyd olunur. Əyani göstərim. Və 25 metrdirsə, kəsmə yüksəklik 25 metrdirsə, demək A və B məntəqəsi arasında demək baxaq 1, 2, 3, 4 dənə kəsmə yüksəklik varsa, B məntəqəsində atmosfer təzyiqinin 740 mm civə sütunu olduğunu nəzərə alaraq A məntəqəsindəki atmosfer təzyiqini müəyyən edin. 25 metri 4-ə vururuq, hündürlük fərqini tapırıq, nisbi hündürlüyü tapırıq, 100 metr. Əgər 100 metrdə təzyiq 10 mm aşağı düşürsə və B məntəqəsində təzyiq 740 mm civə sütundursa, A məntəqəsində təzyiq çox olacaq. Çünki belə bir qanun var, qanuna uyğunluq var. Dağın ətəyindən zirvəsinə doğru təzyiq aşağı düşür, temperatur aşağı düşür dağın ətəyindən zirvəsinə doğru
və yaxud da zirvəsindən dağın ətəyinə doğru gəldikcə təzyiq artır. Deməli, 740 mm civə sütunun üzərinə gəlirik 10 mm civə sütunu tapırıq, 750 mm civə sütunu tapmış oluruq. Yəni A məntəqəsində təzyiq 750 mm civə sütununa bərabər olmuş olar. Məsələ 267-yə baxaq. 45 dərəcə şimal enliyində okean sahilində yerləşən dağın zirvəsində havanın temperaturu -2 dərəcə Selsi, ətəyində isə müsbət 16 dərəcə Selsidir. Bayaqki qaydada, yəni digər video dərslərdə də qeyd etmişdim, belə bir koordinat oxu çəkirik, temperatur fərqini tapırıq. Temperatur fərqi 18 dərəcə Selsi, temperatur fərqini də çeviririk. Demək, metrə çeviririk, yəni hündürlük fərqini tapırıq. 1000 metrdə temperatur 6 dərəcə Selsi aşağı düşürsə, 18 dərəcə Selsi x buradan tapırıq 3000 metr. Deməli, bizim nisbi hündürlüyümüz, yəni hündürlük fərqimiz oldu 3000 metr. 3000 metrdirsə, ətəyində, demək, dağın zirvəsindəki atmosfer təzyiqini soruşur. Zirvədəki atmosfer təzyiqi, yəni hündürlük fərqindən də təzyiq fərqini tapırıq. Əgər 1000 metrdə dağın ətəyindən zirvəsinə doğru qalxırıqsa, hər 1000 metrdə təzyiq 100 mm civə sütunu aşağı düşər. 3000 metr x buradan tapırıq 300 mm civə sütunu. Okean səviyyəsi deyirsə, həmişə bunu nəzərə almaq lazımdır. Normal atmosfer təzyiqi 760 mm civə sütunudur. Çıxılsın təzyiq fərqini çıxırıq, tapırıq. Demək, zirvədəki təzyiqi tapmış oluruq. 460 mm civə sütunu olar. Məsələ 268-ə baxaq. Dağın yamacında 800 metr hündürlükdə belə bir təsvir yaradırıq. Daha aydın olsun bizə deyən. 800 metr hündürlükdə havanın temperaturu müsbət 28 dərəcə Selsi, zirvədə 13 dərəcə Selsi olduğunu nəzərə alaraq zirvənin mütləq hündürlüyünü müəyyən edin. Demək, temperatur fərqi olur. Buradan tapırıq 15 dərəcə Selsi. 15 dərəcə Selsidirsə, buradan temperatur fərqini çeviririk hündürlük fərqinə 2500 metr. 800 metrin üzərinə 2500 metri gəlib tapırıq 3300 metri dağın mütləq hündürlüyünü tapmış oluruq. Demək, dağın mütləq hündürlüyü 3300 metr, yəni mütləq hündürlüyü okean səviyyəsindən qəbul ediriksə, demək 3300 metr 0 metr çıxıb tapırıq 3300 metr dağın hündürlüyü, mütləq hündürlüyü. Məsələ 269-a baxaq. Dağın yamacında 1150 metr mütləq hündürlükdə havanın temperaturu müsbət 13,8 dərəcə Selsi. 13,8 burada təsviri qeyd etmişəm. 13,8 dərəcə Selsi. Dağın zirvəsində isə müsbət 3 dərəcə Selsi olduğunu nəzərə alaraq zirvənin mütləq hündürlüyünü müəyyən edin. Bayaqki qaydada yenə də temperatur fərqini tapırıq. Temperatur fərqi olur 10,8 dərəcə Selsi və oradan da hündürlük fərqini tapırıq 1800 metr. 1150 metrin üzərinə 1800 metri gəlib tapırıq. Hündürlük fərqi olur 2950 metr. 2950 metrdən də 0 metrə çıxıb mütləq hündürlüyü tapmış oluruq. Mütləq hündürlük olur 2950 metr. Məsələ 270-ə baxaq. 270-də mütləq rütubətliyə aid məsələdir. 10 dərəcə Selsi temperaturda havanın nisbi rütubətliyi 40%-dir. Nisbi rütubətlik 40%-dir. Bu, hava şəraitində 4 kub metr havanın doyması üçün çatışmayan su buxarı miqdarını müəyyən edin. 10 dərəcə Selsi temperaturda 1 kub metr havanın doyması üçün 9 qram su buxarı tələb olunur. 9 qram su buxarını 100% qəbul edildikdə nisbi rütubətliyimiz 40%-dirsə, mütləq rütubətliyimiz olur 3,6 qram rütubətlik və çatışmayan istəyirsə 9 qramdan çıxırıq 3,6 qramı, tapırıq 5,4 qram. Bizdən çatışmayanın 4 kub metr havadakı
çatışmayan su buxarının miqdarını istəyir. 1 kub metr havada 5,4 qramdırsa, çatışmayan su buxarının miqdarı 5,4 qramdırsa, 4 kub metr X buradan tapırıq 21,6 qram. 21,6 qramı tapmış oluruq. Yəni 4 kub metr havada çatışmayan su buxarının miqdarı olar 21,6 qram. 271-ə baxaq. Sxemdə verilən B və C horizontalları arasında temperatur fərqi. Deməli, aralarında 2 dənə kəsmə yüksəklik vardır. Temperatur fərqi 8,4 dərəcə Selsidir. A və D horizontalı arasında atmosfer təzyiq fərqini müəyyən edin. A və D horizontalları arasında 1, 2, 3, 4, 5 dənə kəsmə yüksəklik vardır. Ona görə də biz əvvəlcə B və C məntəqələri arasındakı demək hündürlük fərqini tapırıq. 1000 metrdə temperatur 6 dərəcə Selsi aşağı düşürsə 8,4 dərəcə Selsi X buradan tapırıq 1400 metr. Deməli B və C məntəqələri arasında hündürlük fərqi 1400 metr olar. Və 2 dənə kəsmə yüksəkliyi olduğu üçün deməli kəsmə yüksəkliyinin hündürlüyü 700 metr olar. A və D məntəqəsi arasında da horizontallar arasında 5 dənə kəsmə yüksəkliyi olduğu üçün onlar arasında hündürlük fərqi 3500 metrdir. Və bizdən soruşur atmosfer təzyiqi fərqini. Çevirəndə 1000 metrdə 100 mm, 3500 metrdə X. Buradan tapırıq təzyiq fərqi 350 mm civə sütunu olar. Sütununa bərabər olmuş olar. Məsələ 272-yə baxaq. B nöqtəsində havanın temperaturu. B nöqtəsinə baxırıq, dəniz səviyyəsinə baxırıq, fikir verək. B qışçılıqlara həmişə fikir vermək lazımdır, yüksəklikdir. B nöqtəsində havanın temperaturu 6,2 dərəcə Selsi, A nöqtəsində 4,7 dərəcə Selsi, C nöqtəsində atmosfer təzyiqini müəyyən edin. Temperatur fərqinə baxaq. Onlar arasında temperatur fərqi deməli 4,7 və 6,2 dərəcə Selsi arasında temperatur fərqi 1,5 dərəcə Selsidir. 1,5 dərəcə Selsində çeviririk məsafəyə 250 metr və C nöqtəsində istəyirsə, dəniz səviyyəsi ilə C nöqtəsi arasında 1, 2, 3, 4, 5 dənə kəsmə yüksəklik vardır. Ona görə də kəsmə yüksəkliyimiz 250 metrdirsə, 250 metrdə 5-ə vururuq. Onlar arasında hündürlük fərqini tapırıq. 1250 metri tapırıq. Və burada atmosfer təzyiqini istəyir bizdən. Hündürlük fərqini də çeviririk təzyiq fərqinə 125 mm civə sütunu və dəniz səviyyəsində 760 mm civə sütunu olduğunu bilirik. Və ondan da çıxırıq 760 mm-dən də çıxırıq 125 mm. Buradan da tapırıq 635 mm civə sütununu tapmış oluruq C məntəqəsində. Məsələ 273-ə baxaq. Məsələ 273-də mütləq rütubətliyə aid məsələdir. Müsbət 30 dərəcə Selsi temperaturda 5 kub metr havada 105 qram su buxarı var. Bayaqki qaydada həll edirik. 5 kub metrdə 105 qram su buxarı varsa 1 kub metr X buradan tapırıq 21 qram. 21 qram su buxarı miqdarı var və havanın nisbi rütubətliyi müəyyən edin. Buradan nisbi rütubətliyi istəyir. 30 dərəcə Selsidə deməli 30 qram su buxarı varsa, yəni 100% qəbul ediriksə, 21 qramda X buradan tapırıq 70%, nisbi rütubətliyimiz 70% olar. Məsələ 274-də baxaq. 20 dərəcə Selsi temperaturda müsbət 4 kub metr havada 51 qram su buxarı var. Havanın nisbi rütubətliyini müəyyən edin. 20 dərəcə Selsi temperaturda doyma üçün 1 kub metr havada 17 qram su buxarı var, yəni lazımdır doyması üçün də, yəni 4 kub metr havada 51 qram varsa 1 kub metr havada 12,75 qram su buxarı vardır və nisbi rütubətliyini istəyir bizdən.
deməli 12,75 qram. Burada 20 dərəcə Selsidə 100% 17 qram 100%-dirsə 12,75 qram, yəni havada olan su buxarı miqdarı ilə biz nisbi rütubətliyi tapmış oluruq. 75%. 75%. Məsələ 275-ə baxaq. Sxemdə verilən B və Y məntəqələri arasında temperatur fərqi 5,4% olarsa, deməli A və F məntəqələri arasında hündürlük fərqini müəyyən edin. B və Y məntəqəsi arasında fikir verək, demək 1, 2, 3 dənə kəsmə yüksəklik vardır. 3 dənə kəsmə yüksəklik varsa, temperatur fərqi 5,4 dərəcə Selsidirsə, 5,4 dərəcə Selsini məsafəyə çeviririk, 900 metr. Onu da 3-ə bölürük, kəsmə yüksəkliklərinin sayına 300 metr. Deməli, kəsmə yüksəkliyin hündürlüyü 300 metr. Və bizdən A və F məntəqələri arasını soruşursa, A və F məntəqələri arasında deməli 5 dənə kəsmə yüksəklik vardır. 1, 2, 3, 4, 5 dənə kəsmə yüksəklik vardır. Ona görə də 300 metr vururuq 5-ə, tapırıq 1500 metr. A, F arasında hündürlük fərqi 1500 metr olar. Məsələ 276-ya baxaq. Bu da eyni tip məsələdir. Sxemdə C və Y horizontallar arasında hündürlük fərqi 900 metr. Olarsa A və D horizontalları arasında atmosfer təzyiqi fərqini müəyyən edin. C və Y məntəqələri arasında 2 dənə kəsmə yüksəklik vardır. 900 metrdirsə, atmosfer təzyiqi, daha doğrusu aralarında hündürlük fərqi 900 metrdir. 2 yerə bölürük. Deməli, kəsmə yüksəkliyimiz oldu 450 metr. Və A və D məntəqələri arasında hündürlük kəsmə yüksəkliklərin sayı 1, 2, 3 dənə kəsmə yüksəklik vardır. Ona görə 450 metri 3-yə vurub tapırıq 1350 metr hündürlük fərqini tapırıq. Onda bizdən təzyiq fərqini soruşur, atmosfer təzyiq fərqini. Çeviririk təzyiq fərqini, tapırıq 135 mm civə sütununa bərabər olmuş olar. Sonra məsələ 277-yə baxaq. A və C horizontallar arasında atmosfer təzyiqi fərqi 25 mm civə sütundur. B və D horizontalları arasında temperatur fərqini tapın. Bizdən temperatur fərqini soruşur. Demək, A və C məntəqəsi arasında 25 mm civə sütunu deyirsə, hündürlük fərqini tapırıq 250 metr və sonra B və D horizontalları arasında 1, 2, 3 dənə kəsmə yüksəklik vardır. Demək, 250 metr vururuq 3-ə, tapırıq 750 metr hündürlük fərqidir. Onu da çeviririk temperatur fərqinə, tapırıq 4,5 dərəcə Selzini tapmış oluruq. Temperatur fərqi olar 4,5 dərəcə Selzi. Məsələ 278-ə baxaq. A və C məntəqələri arasında 1,5 dərəcə Selzidir. Bunu da çeviririk məsafəyə 250 metr. Demək, sonra bizə qeyd edir B və D məntəqələri arasında 5 dənə kəsmə yüksəklik vardır. Demək, 1, 2, 3, 4, 5 dənə kəsmə yüksəklik vardır. Və ona görə də aralarındakı məsafə 1250 metrdir. Onu da çeviririk təzyiq fərqinə, 125 mm civə sütunu olar, yəni təzyiq fərqi. Deməli, digər məntəqədə temperatur fərqini istəyirdi, digər məsələdə isə təzyiq fərqini soruşur. Məsələ 279-a baxaq. Demək, sxemdə A nöqtəsində havanın temperaturu müsbət 16,8 dərəcə Selzi, atmosfer təzyiqi 755 mm civə sütundur. B nöqtəsində havanın temperaturu 3,6 dərəcə Selzi olarsa, orada atmosfer təzyiqini hesablayın.
Temperatur fərqini tapırıq. Temperatur fərqi olur 13,2 dərəcə Selsi. Çeviririk hündürlük fərqinə 2200 metr və hündürlük fərqində çeviririk təzyiq fərqinə. Təzyiq fərqi də olur 220 civə sütununa bərabər olmuş olur. Millimetr civə sütunu. Və qeyd edir ki, A məntəqəsində təzyiq 755 mm civə sütundur. Çıxırıq təzyiq fərqini, tapırıq. Deməli, B məntəqəsindəki təzyiqi tapmış oluruq. Çünki A məntəqəsi dağın ətəyində, B məntəqəsi dağın zirvəsində yerləşir. Yəni, dağın ətəyindən zirvəsinə doğru təzyiq aşağı düşür. Ona görə də biz burada çıxırıq 535 mm civə sütununu tapmış oluruq. B məntəqəsindəki təzyiqi tapmış oluruq. Digər məsələyə baxaq. 1 kub metr havada 21 qram su buxarı var və doyma üçün 7 qram su buxarı çatışmır. Yenə də 7 qram su buxarı çatışmırsa, məsələ 280-də 21 qram su buxarı var, 7 qram su buxarı çatışmır və deməli 100% qəbul olunan su buxarı 28 qramdır. 28 qram 100%dirsə, 21 qram nisbi rütubətli istəyir bizdən. 21 qram x buradan tapırıq 75%. Deməli, nisbi rütubətliyimiz 75% olar.